Nadir Əli adlı dua varmı? Yaxud mən kiməm ki, kitabdan Rüqəyyə adını silmişəm? Əvvəlcə çıxışda deyilir ki, Ya Əli mədədin bir tarixçəsi var. Yəni bunu əsaslandırmağa çalışırlar. Daha sonra Nadir Əli ifadələri oxunulur. İddia edilir ki, bu tarixi bir hadisədir. Hədisdir ki, Peyğəmbərə deyilib ki, Əlini çağır. Lakin xətib buna dair heç bir istinad nöqtəsi bildirmir. Tamam. Gəlin məsələni elmi şəkildə araşdıraq. Bu ifadə ilk olaraq Şeyx İbrahim Kəfəminin Əl-Misbah kitabında qeyd edilib. Kəfəmi hicrətin 10-cu əsr alimlərindəndir. Kitabın 182-ci səhifəsində oxuyuruq. Mən şəhidin, yəni nəzərdə tutur ki, şəhidi əvvəl ləqəbi ilə tanınan Məhəmməd ibn Məkkinin əl yazısında gördüm ki, itirilmiş bir şeyi geri qaytarmaq üçün Adiyyat surəsini oxumaq faydalıdır. Həmçinin itirilmiş və qaçmış bir şeyi geri qaytarmaq üçün bu iki beyti təkrar etməyi tövsiyə edilib. Daha sonra həmin şeir parçasını qeyd edib. Nadir Əliyyən mavvaharal acaib, yəni Əlini çağır, o qəribəliklərin məzhəridir. Təcidhu avunən ləkə finnəvaib, yəni çətin anlarda onu özünə köməkçi, yardımcı tapacaqsan. Kullu həmmin və qammin səyəncəli, bütün kədər və qəm-qüssə tezliklə yox olacaq. Bi vilayətikə ya Ali, ya Ali, ya Ali. Sənin vilayətin hörmətinə ya Ali 3 dəfə. Bəli, bugün Nadir Əli kimi məşhur olan bu məsələnin şeir olduğunu görürük. Nə hədisdir, nə ravisi var. Zahirən şəhid əvvələ nisbət verilməsi görünsə də məncə elə deyil. Lap şəhid əvvələ nisbət verilməsi belə onu elmi baxımdan mötəbər etmir. Tələsməyək. Gedirik Əllamə Məclisinin Biharul Ənvar kitabına cild 20 səhifə 73-də oxuyuruq. Deyilir ki, bu gündə Ühüd nəzərdə tutulur. Peyğəmbərə nida olundu. Nadir Əliyyən mavvaharal acaib, ta ki, həmin o Əl-Misbahdakı beytlərin axırına qədər. Bəs Əllamə Məclisi bunu kimdən gətirib? Meybudinin sözündən. O kimdir? Həzrət Əliyə nisbət verilən divanın şərhçisidir. Özü də Meybudi əhl-i sünnə alimidir. Cənab Meybudi kim deyib bunu? İstinad nədir? Yoxdur. Lakin kitabdakı bu yerdə bir snoska haşiyə qeyd edilib. Orada qeyd edilib ki, mənim sözüm deyil, həmin haşiyənin sözüdür. Sonuncu cümlədə, yəni 3 dəfə ya Əli qeydində qəribəlik var və özündən əvvəlki cümlələrlə uyğunlaşmır. Görünən odur ki, bu artıq hissə bəzi cahillərin və ya azğın sufilərin əlavəsidir. Onlar zənn edirlər ki, bu cümlələr bir duadır. Ona görə də mənasından qafil olaraq onu virdi, yəni daimi oxunan zikr kimi zikr edirlər. Hətta onlardan bəziləri bu cümlələri davamlı zikr etmək üçün namazdan daha üstün bir fəzilət görürlər. Allah bizi bidətlərdən və nəfsi istəklərə tabe olmaqdan qorusun. Mənim sözlərim də öyle idi, haşiyə idi. İndi mən öz sözlərimə keçirim. Yəni gördük ki, bu nə tarixi hadisədir, nə hədisdir, ümumiyyətlə bunun heç bir elmi əsası yoxdur. Yəni bunu ya Əli mədəd ifadəsinə bir tarixi bir gerçəklik kimi gətirmək elmi xətadır. İbn Tavus orada qeyd edib ki, İmam Hüseyn dedi ki, ey Rüqəyyə, ey Zeynəb və s. və s. Ey Rüqəyyəni oradan çıxartmısan. Niyə? Əvvəlcə başqa bir qardaş ki, əvvəldə dedim ki, belə bir böhtan atmışdı. Ortaya baxın, o qardaşın böhtanını oxuyaq. Qeyd edir ki, Fərid Abdullah özü Rüqəyyənin varlığını qəbul etmir. Hər nə qədər onun bu baxışı pis olsa da, kitabın orijinalında adının keçdiyi halda onu silib verməməsi təhrifdir və bu zülümdür. Rüqəyyəyə zülümdür. Seyd ibn Tavus kimi alimə zülümdür. İmam Hüseynin ailəsinə zülm edənlərin zülmünü gizlətmək özü zülümdür. Bu, neçə milyon həqiqi İslamı yaşayan şiyələrə zülümdür. Bu qədər insana zülm edib heç vaxt məskənini yaxşı edə bilməyəcəksən. Tamam, özü mənə zülm etdiyindən xəbərsizdir. Bizlərim, yəni bu kitabdan gedir Kərbəla naləsi səhifə 72-də. İndi çoxsunuz görmüsünüz. Yəni burada İmam Hüseynin bacılarına xitabı var deyəcəyim. Yəni burada Rüqəyyə adı olub, mən onu silmişəm. Yaxşı, mən bu kitabı haradan, hansı nüsxədən tərcümə etmişəm, bax qeyd edirəm sizə. Budur. Bax, bu da onun Cami'ül Əhadis proqramındakı orijinalıdır. Rüqəyyə adı varmı? Buradakı mən onu silmişəm. Bax, bu da onun web variantdakı yazısıdır. Həmin mətndə oxuyuruq. Sonra imam buyurdu ki, ey bacım, ey Ümmü Gülsüm, ey Zeynəb, ey Fatimə və ey Rəbab, yadda saxlayın, mən öldürüldüyüm zaman mənim üçün yaxanızı yırtmayın, üzünüzü cırmayın və dilinizə nalayiq yersiz sözlər gətirməyin. Yeri gəlmişkən Rüqəyyə adını axtaran əzizlər, nə üçün burada İmam Hüseynin öldürüldüyüm zaman yaxanızı yırtmayın, üzünüzü cırmayın, dilinizə nalayiq sözlər gətirməyin sözünü demirsiniz? Məhər bu imamın göstərişi deyilmi, hə? İmam Hüseynin sözünə də deyirsiniz ki, vəhabilərin əlinə fürsət verir. Axı imam da bu cür hərəkətləri qınıyır. Bəs mən dedikdə niyə narahat olursunuz? Ey narahat olan əzizlər, hər gün onlarla paylaşılan biabırçı videolar olur. Görürsünüz, xurafat moizələr,ğulatlıq bildirən sözlər, Əhl-i Beyt məktəbini gözdən salan davranışlar, bəzi məddahların uydurmaları, bəzi ruhanilərin minbərdən, Peyğəmbər minbərindən küçə söhbət etməsi və siz bir dəfə narahat olub, onlara zəng edib, belə etmə, bizi gülüş obyekti etmə dedinizmi? Niyə narahat olmadınız da narahat olanlara narahat olursunuz, hə?
Bu kitab 1998-ci ildə fikir verin, nəşr olunub, tərcüməçi də Mahir Bəylərzadə. Baxın, hələ Kiril əlifbasındadır, görürsünüz? Baxın, sonra Həzrət Ümmü Gülsümə, Zeynəbə, Fatimə və Rübaba buyurdu, mən şəhid olandan sonra yaxalarınızı yırtmayın, üzünüzü çırmayın və Allahın xoşu gəlmədiyi sözləri deməyin. Gördünüz, burada da yoxdur. 98-ci ildə nəşr olunan kitabda da yoxdur. İndi bu qardaş da bilə-bilə qəsdən çıxar bu adı. Həmin etirazçı qardaşın gətirdiyi bu kitab budur. Diqqət edin. Burada Rüqəyyə adı var. Boy, axı bu necə olur? Baxın, mən sadəcə öz nüsxəmi göstərməklə kifayətlənərdim. Sadəcə istəyirəm ki, məsələnin obyektiv, hər tərəfli həm də elmi təhlili ifadə edilsin. Mən nə danışıramsa, saç saqqalını ağartmış alimlərin araşdırmalarını oxuyub, 5 rəy olsa da onları deyirəm. Bir rəy demirəm, amma qoy izləyici özü qərar versin. Birinci sual budur. Siz hardan bildiniz ki, burada gələn bu Rüqəyyə məhz həmin 3 yaşlı qızdır? Çünki bəzi etibarlı mənbələrə, yenə də vurğulayıram, etibarlı mənbələrə, özdə müxtəlif firqə və məzhəblərin Şiə olsun, Sünni olsun, Zeydi, İsmail olsun və s. mənbələrinə müraciət etdikdə görürük ki, Məqdəl, Ənsab, Tarix və hətta rəvayət kitablarında İmam Hüseyn üçün Kərbəla hadisəsində iştirak edən yalnız 2 qızın adı çəkilir. Həzrət Fatimə, Həzrət Sükeyna. Yeri gəlmişkən qədim mərsiyələrimizdə Həzrət Sükeyna ki biz Səkinə deyirik, barəsində mərsiyələr var idi, amma indi deyilirmi? Neysə, məsələn, Şeyx Müfidin Əl-İrşad kitabına baxsanız, yalnız 2 qızın adını çəkib. İndi Şeyx Müfid balaca adamdır. Yaxud Şiə tarixinin ən böyük alimlərindən olan Əllamə Məclisi Səfəvi dövründə özdə, o da həmin 2 qızın adını qeyd edib və əsərlərində Rüqəyyə adlı bir qıza və ya Şamda şəhid olan 3 yaşlı bir qıza heç bir işarə etməyib. Bu heç. İkinci məqam budur. Aşura hadisəsində Həzrət Zeynəb və Həzrət Ümmü Gülsümdən əlavə İmam Hüseynin Kərbəla hadisəsində iştirak edən başqa bir bacısı da var. Onun adı da Rüqəyyədir. Yəni İmam Əlinin qızı, İmam Hüseynin bacısı. Özü də o, Cənab Müslimin də həyat yoldaşı idi. Deməli, bu Rüqəyyə İmam Hüseynin bacısı da ola bilər. Habelə Şeyx Müfid öz kitabında İmam Həsən əleyhissalamın da Rüqəyyə adlı qızının olduğunu qeyd edib. Bəlkə İmam Həsənin qızıdır. Yaxşı, indi keçək Seyid ibn Tavusun Lühuf kitabına və görək Lühuf kitabında Rüqəyyə adı gəlib, yoxsa yox. Bayaq göstərdiyim nüsxədə gördük ki, belə bir ad orada yoxdur. Lakin bugün çap olunan bəzi nüsxələrdə görürük ki, Rüqəyyə adı da var. Həmin mətni axtardıqda görürük ki, bəli, burada Həzrət Ümmü Gülsüm, Zeynəb, Rüqəyyə, Fatimə adları və Rəbab adı gəlib. Lakin haşiyəsi də var. Haşiyədə yazıblar ki, tarixçilər Rüqəyyə adlı qız barəsində məlumat verməyiblər. Seyyid Əmin Əl-Əyan Əş-Şiə kitabında cild 7 səhifə 34 yazıb ki, Dəməşqin İmarə məhəlləsində ona aid edilən məzar və ziyarətgah var. O məzarın doğruluğunu isə Allah daha yaxşı bilər. Haşiyədən kənar əzizlərim bir şey qeyd edin. Mərhum Əllamə Seyyid Cəfər Murtəza Amili Sirətül Hüseyn fil Hədisi və Tarix kitabının 4-cü cildində yazıb ki, xülasə budur ki, ən güclü nəzər budur. Dəməşqdə qəbri ziyarət edilən xanım İmam Hüseynin qızı deyil, İmam Əlinin qızı Rüqəyyədir. O, bu kitabında və digər əsərlərində İmam Hüseynin övladları arasında Rüqəyyə adlı bir qızın olmasını qəbul etmir. Yəni, gördünüz ki, Fərid heç kəsdir. Fərid böyük alimlərin, araşdırmacı alimlərin sözünü deyir. Keçək mövzuya. Rüqəyyə adının olduğu bu kitabı çap edərkən hansı nüsxələrdən istifadə etdiklərini dəqiq qeyd etməli idilər ki, təəssüf ki, bunu haşiyədə görmürük. Daha sonra Lühuf kitabının əlyazma nüsxələrinə gəldikdə maraqlı bir həqiqətlə qarşılaşırıq. Seyyid ibn Tavus əzizlərim 7-ci hicri əsr alimlərindəndir və Seyyid ibn Tavusun öz əlyazması ilə olan heç bir Lühuf nüsxəmiz yoxdur. Yəni bizə 7-ci əsrdən bir şey çatmayıb, 8-ci əsrdən də bir şey çatmayıb, 9-cu əsrdən də həmçinin əlimizdə olan Lühuf əlyazma nüsxələri hamısı 10-cu əsr və ondan sonraki dövrlərə aiddir. Və bu 57 nüsxə arasında yalnız 10 nüsxədə Rüqəyyə adı görünür. 57 nüsxəmiz var. Ondan yalnız 10 nüsxədə Rüqəyyə adı görünür, diqqət edin. Gəlin bəzi nüsxələrə baxın. Bu çox önəmli nüsxədir. Altından xətt çəkilən yerə baxın. Həzrət Ümmü Gülsüm, Həzrət Zeynəb, qızı Fatimə və həyat yoldaşı Rəbab. Bir neçə digər əlyazma nüsxələrini də birlikdə görək. Bu nüsxədə də yalnız 4 böyük şəxsin adı gəlib. Bu nüsxədə eyni şəkildə. Aha, baba diqqət. Bu da çox mühüm bir nüsxədir ki, yalnız 4 böyük şəxsin adı gəlib. Lakin təəssüflər olsun ki, fikir verin, bir şəxs sonradan gəlib bu nüsxəni dəyişdirib. Dairəyə alınan həm də və əntiya Rüqəyyəni də mətnə əlavə edib. Özü də bu, katibin öz xəttindən fərqlidir. Bu diqqətə layiq bir nöqtədir ki, nə üçün bir şəxs gəlib əlyazma nüsxəsini bu cür dəyişdirir? Digər 2 əlyazma nüsxəsini də göstərim ki, orada Rüqəyyə adı həmin 4 şəxsin adı arasında görünmür. İnsaflı olmaq üçün yenə bir əlyazma nüsxəsi göstərim ki, burada Rüqəyyə adı həmin 4 şəxsin adı arasında var. Əzizlərim, biz 57 nüsxəni araşdırıb yoxladıqda yalnız 10 nüsxədə Rüqəyyə adı görünür. Yəni təxminən əlyazma nüsxələrinin
6'da 1'ində. Təəssüf ki, Seyid ibn Tavus'un heç bir əlyazması da bizə çatmayıb. Amma və lakin cənab Mustafa Sadiqi Kaşani Lühuf kitabı ilə bağlı geniş bir araşdırma aparıb. O qeyd edib ki, 10-cu əsr alimi olan və Lühufun ilk naqili sayılan Məhəmməd ibn Əbu Talib bu xəbəri Seyiddən nəql edib. Yəni burada İmam Hüseynin tövsiyəsi 2 bacı, qızı və həyat yoldaşı üçündür. Lakin Rüqəyyə adını adların yanında gətirməyib. Baxın, kitabın adı Təsliyyətul Məcalis və Zinətul Məcalisdir. Məqtəlül Hüseyn başlığı ilədir. 10-cu hicri əsr alimlərindən olan Məhəmməd ibn Əbu Talibin təlifidir. Bu kitabın 2-ci cildində gördüyünüz kimi cənab Sadiqi Kaşaninin iddiasına görə Lühuf kitabının ilk naqili olan bu şəxsin, yəni Məhəmməd ibn Əbu Talibin Rüqəyyə adını gətirmədiyini görürük. Və böyük ehtimalla bu əlyazma nüsxələrinə və cənab Məhəmməd ibn Əbu Talibin yazdığı bu kitaba əsasən deyə bilərik ki, çox böyük ehtimalla Seyd ibn Tavus Rüqəyyə adını həmin 4 böyük şəxsin arasına gətirməyib. Növbəti məqam budur ki, Seyd ibn Tavus bu məsələ üçün heç bir sənəd gətirməyib. Yəni deməyib ki, mən bunu hansı kitabdan nəql etmişəm, hansı sənəd silsiləsi ilə gətirmişəm və əslində Seydin kitabının bu hissəsinin heç bir sənədi yoxdur. Lakin bizdə Xarəzmi adlı bir şəxs var, 6-cı hicri əsr sünni məzhəbli alimlərdəndir. Seyd ibn Tavusdan təxminən 100 il əvvəl dünyasını dəyişib və o da Məqtəlül Hüseyn adlı bir kitabı var. Xarəzminin Məqtəlül Hüseyn kitabının tərcüməsi baxın. Gördüyünüz kimi burada da imamın müraciəti yalnız Həzrət Ümmü Gülsüm, Həzrət Zeynəb, qızı Həzrət Fatimə və həyat yoldaşı Rəbabadır. Bir sözlə bu kitab Seyd ibn Tavusdan əvvəl bu mövzuya toxunan yeganə mənbədir və gördüyünüz kimi bu hissədə Rüqəyyə adı yoxdur. Mən sadəcə mənə atılan iftiranın tələsik bir cəhd olduğunu böyük alimlərin araşdırmaları sayəsində isbat etdim.